Salam, hər vaxtınız xeyir, əziz döyüş həvəskarları. Nokaut verilişi növbəti buraxılışı ilə efirdədir. Bugün qonağımız tanınmış MMA döyüşçümüz Mehman Məmmədovdur. Eagles döyüş təşkilatının çempionu, Rizin döyüşçüsü, dünya çempionu və bir çox titulların sahibi Mehman. Xoş gördük səni. Salam. Mən istərdim lap əvvələ qaydaq. Düzdür, bir qədər şablon səslənsə də, amma sənin keçdiyin yol, yəni necə başlamısan MMA-yə, kimdən həvəslənmisən? İlk Kung Fu Sanda ilə idman növü ilə başlamışam və dəfələrlə Azərbaycan çempionu olmuşam, dünya çempionu olmuşam. Kung Fu Sandadan döyüşə MMA Respublikasını vuruşurdum, Azərbaycan çempionatının. 2015-2016-cı illərdə Ruslan Əfəndiyevin yanına gəldim. Udduğum döyüşlər də olub, uduzduğum döyüşlər də olub və belə gəlmişəm. Kung Fu Sanda idman növündən keçmişəm MMA-ya. Yerli və beynəlxalq arenada kifayət qədər döyüşlərdə olmuşsan. Ən yadda qalan döyüş hansı ki, o döyüşü heç vaxt, hər zaman sənin xatirindədir? Yəni, həmişə yadımda qalan Rizində döyüşüm oldu. Həmin gün bildik ki, mənim xaric pasportum itib. Təzə xaric pasport aldım, viza mənə kömək elədilər, bilet aldıq və getdim. Çox əziyyətlə getdim də. Və xüsusilə də döyüş öncəsi bu kimi şeylər. Döyüş öncəsi, yəni Vestsalanda da idman üçün ən çətin vəziyyət. Psixoloji da təsir edir. Psixoloji çox. Ən çətin vəziyyət olur Vestsalanda. Mən hələ oldu ki, mən getdim, çatdım, səhər çıxdım döyüşə. Və həmin döyüş çox yaxşı oldu. Yəni 9 saniyə nokaut oldu orada. Mən də izləyirdim qarşılaşmanı. Düzdür, o vaxta qədər Mehman Məmmədovun olduğunu qismən bilirdilərsə, həmin döyüşdən sonra mən bilən, yəni sosial şəbəkələrdə də kifayət qədər sənə yazdılar, elədilər. Əlbəttə yaxşı təsir edir. Məncə mən hər bir idmançıya da, çünki o döyüşənəcən hamı o döyüşü görür, amma döyüşə qədər çəkilən əziyyəti heç kim. Onun bəhrəsi kimi elə. Onun bəhrəsi kimi, amma onun heç kimin xəbəri olmur da. Ancaq öz yəni əhatəmdən başqa, məşq yoldaşlarından başqa. Rizində hal-hazırda kontrakt davam eləyir səndə? Kontraktım var, bəli. O döyüşdən sonra mən Bakıda da Rizində oldu. Mən döyüşdə qalib oldum. Kontrakt verdilər 3 döyüş, amma hələ ki döyüş haqqında heç nə deyilmir, yəni bilinmir də hələ haçan olacaq. Məlumat yoxdur. Məlumat yoxdur hələ ki. Bu sırf nə ilə bağlıdır? Yəni qarşı tərəflə əlaqəli olan bir şeydir. Bir müddət biz yəni döyüşə bilmədik. Yəni bizdə alınmırdı, müəyyən səbəblərə görə bizdə alınmırdı. Qarşı da tərəf döyüş təklif eləsə, əlbəttə döyüşəcəyik. Ki idmançıların müəyyən bir periodu olur ki, həm öz ölkələrində, eyni zamanda digər ölkələrə yollanıb müəyyən təlim, məşq, toplanışı keçirlər. Buna nümunə olaraq biz Taylandı götürə bilərik. Özünü yeniləmək lazımdır, vacibdir. Nümunə olaraq elə Xamzat Çimayevin özü olsun, əksəriyyəti davamlı olaraq təlim məşq toplanışındadırlar. Belə bir səfərlər olurmu? Bu idman növü elə bir idman növüdür ki, burada qabağa getmək istəyirsənsə, sən təlim məşq toplanışları mütləqdir ki, görməlisən. Dağıstanda, Taylandda, Amerikada, əgər sənin vacib döyüşün varsa, döyüşdən 1-2 ay qabaqcadan sən o təlim məşq toplanışını görməlisən. Mehman, yəqin ki, razılaşarsan, burada maddi məsələ də bir qədər ön plana çıxır. Gənc döyüşçülər arasında və yaxud daha təcrübəli döyüşçülər arasında sponsor məsələsi nə dərəcədə problemlidir? Ən vacib məsələlərdən biri də bu sponsor məsələsidir. Yəni Gənclər və İdman Nazirliyi bizə çox kömək edir. Yəni fərq yoxdur bizə ya hansısa döyüşçüyə, təlim məşq toplanışına da göndərirlər. Biraz da qabağa gedə bilərik. Çünki döyüşkən xalqı. Yəni cavanlara baxırsan, çox yaxşı döyüşçülərimiz var, çox yaxşı idmançılarımız var. UFC ölkəmizdə keçirildi və 2028-ci ilə qədər müqavilə var. Və bu o deməkdir ki, artıq biz bir neçə il paytaxtımızda hər zaman həsədlə izlədiyimiz o UFC döyüşlərini görə biləcəyik, canlı izləyə biləcəyik. Bu bir növ fürsətdir. Təbii ki, ilkin başladığın mərhələ ilə indiki gənclərin ilkin başladığı mərhələ arasında yəni yerlə göy qədər fərq var. Əlbəttə şans çoxdur. Yəni baxırdıqsa bu mümkün olmayan bir şeydir. Yəni biz orada döyüşə bilmərik, amma indi öz vətənimizdədir. Həm də maraq da çox artıb. Baxırsan ki, hamı çalışır, hamı can atır. Bundan əvvəl keçirilən UFC Bakıda Mehman necə idi? Yəni səncə döyüşçü olaraq nə hiss etdin UFC Azərbaycana gəldiyi zaman və oradakı ab-hava, atmosfer? Çox yaxşı idi. Gözlədiyimizdən də çox yaxşı idi. Biz heç açansa ağlımıza gəlməz ki, UFC Azərbaycanda olar. Sənin özün necə? Yəni maraq, istək olubmu UFC-də döyüşmək? Əlbəttə marağım da olub, istəyim də olub. Nə sənin qarşına? İstəyim də olub, marağım da olub. Alınmır da, yəni hər bir idmançında heç də öz istədiyi kimi olmur da. Azərbaycanlı döyüşçülərin
yəni yaxın illər ərzində UFC kimi böyük təşkilatlarda daha da çox döyüşəcəyini, yəni döyüşçü sayının artımı səncə irəliləyən illərdə gözlənilirmi? Deyərdim, heç də oradakı döyüşçülərdən zəif döyüşçülərimiz yoxdur. Bizim yetərincə güclü döyüşçülərimiz var. Mehman, səni döyüş stili olaraq Rafael Ataman Fiziyevə bir qədər bənzədirlər. İkiniz də əl-ayaq zərbələrindən xüsusilə istifadə edirsiniz. Ümumiyyətlə, sən özün belə bir bənzərliyi, təbii ki, görünüş baxımından demirəm, döyüş stili baxımından deyirəm. Rafael Fiziyev mənim sevdiyim idmançıdır, marağım var o idmançıya. Azərbaycanlı da UFC-də vuruşur. Əlbəttə ki, fəxrimizdir təbii ki. Bütün idmançılar mənə fərqi yoxdur. Yəni, istəyir UFC olsun, istəyir başqa təşkilatlar olsun da. Bizim bayrağı qaldırsa o mənim fəxrimdir. Mən onun döyüşünə də baxıram. Əl-ayaq zərbəsinə üstünlük verən döyüşçülər və yaxud güləşə üstünlük verən döyüşçülər var və bu izləyicilər arasında da müəyyən bir sərhəd qoyur ortaya. Xüsusi bir üstünlük varmı oqtaqonun içində? Bazası güləş olan və yaxud bazası əl-ayaq zərbələrini üstünlük verən döyüşçülər arasında. Bu reallıqdır. Mən özüm əl-ayaq döyüşürəm. Yəni MMA elə bir idman növüdür ki, sən güləşə bilməlisən. Bu bir mənalı şəkildə güləşə bilməlisən. Əgər bir insan sənlə stoyka, yəni əl-ayaq əziyyət çəkirsə, əlbəttə ki, o güləşə girəcək, güləş fənlərindən istifadə edəcək. Ona görə güləş bilmək mütləqdir. Səni də biz striker kimi tanıyırıq. Sənin güləş bazan, yəni hansı səviyyədədir? Düzdür, döyüşlərində əsasən rəqibləri nokaut eləyərək qalib gəlməyə üstünlük verirsən. Kung Fu Sandanla məşğul olduğuma görə əlbəttə ki, yəni üst səviyyədədir güləş bazamdan, amma çalışıram ki, artırım, çalışıram üstündə işləyim, çalışıram məşqləri biraz güləş fənləri ilə biraz artırmaq lazımdır da. Bir qədər də UFC döyüşçüləri haqqında danışaq. Yəqin ki, döyüşləri izləyirsən. Hal-hazırda həm köhnə döyüşçülərdən, eyni zamanda müasir döyüşçülərdən bəyəndiyin kimlər var? Deyərdim, bu dəqiqə mənə çox xoşuma gələn İlyadır. Çox bəyənirəm döyüşdən. Əl-ayaq zərbələri. Əl-ayaqlarla, ona görə belə partiyada döyüşdən çoxum, partiyada zaşdaqam, hamısı yaxşıdır, amma çox döyüşdən ayaq üstə keçirdiyinə görə çox xoşuma gəlir. Döyüşlərin satılması və yaxud şouya çevrilməsi, biz bunun nümunəsində elə İlya Topuria nümunəsində bunu dəfələrlə görmüşük. Deyir, məsəl üçün çıxacam döyüşə, Max Holloway filan raundda aşırdacam, 3-cü raundda aşırdacam, məsələn 2-ci raundda dediyini də eləyir. Bunun üçün ümumiyyətlə o dediyini də eləyir də. Yəni mən şou elə UFC-də şou vacibdir də. Yəni baxsaq bu yerəcən kimlər ulduz olub orada, hamısı çoxu elə bir tutaq Conor-u. Yəni bilinmir. Conor da Həbibə qədər dediyini eləyirdi, amma bir yerdə gəldi, dayandı. Səncə İlya Topuriyanın həmin aqibət gözləyir yoxsa? Görək də indi, görək İslamla, amma çox maraqlı döyüş olar. Mən özüm də onu çox istəyirəm olsun. Amma ümumiyyətlə döyüşdə təkəbbür nə dərəcədə insana lazımdır? Təkəbbür deməyim, özünə inam. Bəlkə özünə inam olmalıdır. Bunu necə adlandıra bilərik? Özünə inam olmalıdır, hər bir idmançısı olmalıdır da. Adriano Martins'dir səhv eləmirəmsə, nakauta düşdü və yəqin ki, izləmirsən sən də Həbibin atası Abdulmanap Nurmagomedov müsahibələrin birində deyir ki, mən onlara məşqçisi ilə bir yerdə demişdim ki, yəni çox ayaq üstə döyüşməsin İslam. Bu məqamda artıq məşqçi məsələsi dövrəyə girir. Məncə, səncə güclü məşqçi bir idmançının karyerasında əlbəttə böyük rol oynayır. Güclü məşqçi böyük rol oynayır idmançının karyerasında. Hər bir şeydə, döyüşün özündə. Sən ola bilər döyüşdə görə bilməyəsən də, ya həyəcandanmı, ya çətin vəziyyət, amma o qıraqdan məşqçi görür, məşqçi səni tanıyır. UFC-nin daha çox publikaya çatmasında, daha çox izləyicinin onu kəşf etməsində yəqin ki, razılaşarsan, Conor McGregor və Həbib Nurmagomedov döyüşünün çox böyük rolu oldu. Bir növ Həbib lokomotiv oldu və Dağıstan məktəbini, Qafqaz deməyim, xüsusilə Dağıstan məktəbini, o coğrafiyanı daha çox çəkdi irəli və günümüzdə də bəzən sosial şəbəkələrdə də izləyirik ki, Həbibin rəhbərliyi altında hətta İslam Maxaçevə otur-dur cəzası verir. Yəni İslam Maxaçev də bu dəqiqə UFC çempionudur, Həbibin dediklərini edir. Səncə, yəni sanki o məktəbdə bir birlik var? Böyük-kiçik çox böyük rol oynayır o məktəb. Onlarda
çox başqa cürdür. Deyim, İslam Xəbib də çox şərait yaradıb. O yəni o döyüşçülərin hamısına orada öndə gedəndir də Xəbib. Və bir növ onlara yol açdı da. Yol açdı, həm də oldu. ki, çox yaxşı şərait yaradıb da o idmançıların hamısına. Hamısı onu böyük kimi hörmət edir. Nəinki onu orada istəyir müəllimə, istəyir böyük istəyir söhbəti, yəni çox yaxşı da olardı. Mənim çox xoşuma gəlib. Biz özümüz də orada məşq eləmişik, bizə kömək də ediblər. Azərbaycan döyüş məktəbində sənin döyüşdüyün idmançılar olsun, ümumiyyətlə hal-hazırda perspektivli idmançılardan kimlərin adını çəkə bilərsən, hansı ki UFC-də belə deyim, gələcəyi parlaq görünür. Asəf Çopurovu, inşallah mən inanıram ki, o döyüşəcək UFC-də. Bir dəqiqə real namizədlərdən biri oldu. Asəfdir, Ali Quliyevdir. Diqqətini çəkən döyüşçülər arasında bu adların sadaladığın şəxslərdir. Gənclərdən olardı. Səncə, yəni UFC-də döyüşmək üçün bir idmançıya psixoloji olaraq nə dərəcədə hazır olmalıdır və yaxud nə lazımdır? O mərhələ var da. Mən deyim, indi bax, deyim, bizim gənclərə baxıram, çoxu da istəyir birdən-birə gəlsin professional vuruşsun. Baxırsan, cavan uşaqdır, amma gəlir professional vuruşum. Mən birdən-birə professional vuruşum. Pilləkənin amma onu daha keçmirlər, tez qalxmaq keçmirlər ki, bir nə bileyim, Avropanı vuruşum, dünyanı vuruşum, respublikanı vuruşum, hər il respublikanı vuruşum, belə beynəlxalq turnirlərə vuruşum. Bunların heç birini istəmirlər. Sən onları keçdikcə sənin özünə də rahat olacaq. Birdən-birə keçim, müəyyən mərhələ var da, onu birdən-birə keçim, gəlim, o alınmır axı. Yenə deyirəm, təlim məşq toplanışları, tək Azərbaycanda demirəm, qıraq yerlərdə, Dağıstanı deyək, Taylandı deyək, Amerikanı deyək. Bax, Gürcüstanın özündə olsun, bax, Merabın, İlya Topuryası olsun və yaxud digər döyüşçülər olsun, həmçinin Dağıstanda da yönləndirən şəxslər var. Onlar artıq o periodu keçiblər və yeni gələn nəslə də öz təcrübələrini bölüşürlər. Səncə, sırf o döyüşlərdə elə mentorun olması önəmlidirmi, yoxsa döyüşçü özü rahat istədiyi döyüşü qəbul eləyir, yəni müəyyən bir hazırlıq keçir, çıxır döyüşür? Kiməsə döyüş təklif eləyəndə o öz başına qərar vermir. Əlbəttə istəyir məşq yoldaşlarına, istəyir məşqçi ilə, hamısına məsləhətləşir. Mən döyüşə bilərəm ya döyüşə bilmərəm, ya buna necə hazırlaşmaq olar, ya döyüş alınar. Bu o demək deyil, qorxur hansısa idmançılar. Mən baxdım, bu nə döyər birdən. Hələ idmançılarımız da var, çoxdur. Rəqib seçən idmançılarımız da var Azərbaycanda. Var elə bir idmançılarımız. Amma mən döyüşçüdən gedir də söhbət. İnanmıram o fikirləşsin. Deməzdim, qorxur yox, amma olur da, baxırsan mənə döyüşmə alınar. Deyirlər ki, artıq güləş gəlib MMA-yə və artıq tempi öldürür. Döyüşün tempini öldürür, izləyicilər qan görmək istəyir, necə deyərlər, maraqlı döyüşlər. Bir elə mənim belə bir maraqsız olur. Məsəl üçün, güləş maraqsız olur. Adi bir qıraqdan baxan kimi, yəni döyüşçü kimi, hansısa baxın döyüşə, güləşirlər. Mən olmar, əlbəttə döyüşəndə, qan çıxanda, yəni ayaq üstü döyüş gedəndə o hər birimizə maraqlı olur. Sənin qarşıda hansı yarışlara hazırlaşırsan, hansı döyüşlər olacaq? Karyeranda Mehman Məmmədov sevənləri nə yeniliklər gözləyir? Yəni məşqlərimiz gedir, iyul ayında döyüşməliyəm. Harda döyüşəcəksən, təbii ki, o sirr olaraq qalır. Qalır, amma yaxşı olacaq. Yəni, yaxşı yerlər olacaq. Döyüşəcəm, indi məşqlərimiz gedir, hazırlıqlar gedir yüksək səviyyədə. Sənə uğurlar arzu edirəm, Mehman. Çox sağ ol. Bəli, əziz izləyicilər, Nokaut verilişindən çatdıracaqlarımız bu qədər. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə hələlik.